Bir dənə düzlüyünə baxın. Hamısı bir-birinin altında necə də gözəl gizlənir. Onu deyim ki, ev sahibi özü tikinti üzrə mütəxəssisdir. Yəni də sual verəcəm, görün necə cavablandırır. Fuad əmi, deməli bir dənə sualım var. Sahədəyik. Uzunluğu 40 metr, 60 metr sahədir. O boyda da bir metrəmiz, yəni 90 dərəcəmiz yoxdur ki, biz onun diaqonalını tapmaq istəyirik. Onun diaqonalını necə rahat çıxarda bilərik? Necə rahat tapa bilərik? Elə bir asant nəyimizdir, düsturumuz, bir necə deyim, variantımız varmı onu tapmağa? O inşaatda ümumiyyətcə ən çox istifadə olunandır 90 dərəcə. Onun bir teoremi var, Pifagor teoremi. Onu yerindəcə tətbiq eləyərsən. Göstərə bilərsiniz bizə? Hə, yerində göstərək. Pifagor teoremidir. Orada onu tətbiq eləyirsən, yəni sənə 90 dərəcə də ehtiyacdır. Nə də 40 metrlik bir dənə diaqonalı tutanda sən böyük xətalar verəcəksən. 40 metr uzunluğunda heç sənin deyək metrin yoxdur. Aha. Amma bizə düz bucaq lazımdır. Bax. Düz bucaqlı, üç bucaq. Bəli. Pifagor teoremində düz bucaqlı, üç bucaqlar hipotenuzanın kvadratı kateter kvadratının cəminə bərabər. Biz nə edirik? Yəni burada çox ölçülər götürə bilərik, ən sadə yadda qalan üçün. Əməyə kömək Bir elə. dənə gəl. Gəl burada çək. Sən o izə keç, ipin o izinə keç. Bax buradan götürdüyü 60. Bax tam bucaqların görüşdüyü yerdə. Bax 60. Aydındır, 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 aydındır. 60'ı burada götürdük. O pis tərəf. Bu tərəfdə 80. Fərqi yox, 80 o tərəfə də ata bilərik. Problem yox. Dəyişəndə fərq eləmir. Burada 80. Deməli burada nədir? Nə deyir? Düz bucaqlı, üç bucaqlı hipotenuzanın kvadratı kateter kvadratının cəminə bərabər. Yəni bunların kvadratı bunun kvadratına Bir tərəf 60-ın kvadrat, bir tərəf 80-in kvadratı. Bu 60-ın kvadratı eləcək 360 millimetrdən götürəndə 80-inki eləcək 640. Toplayanda 1000 eləyir. Kök altından çıxanda nə qalacaq? 100. Bax bizim bu hipotenuza 100 verməli. Tut oradan. Görək verirmi? Tam 100 verməlidir. Bəli. Gördünüz mü? Tam 100 verdi. İndi biraz ola bilər kəndi biraz qaça biraz zad eləyir. Yəni bunu tətbiq eləməkdən sadə bir şeydir. 90 dərəcəni hər yerdə həyata keçirə bilərsiniz. Bunu da Pifagor yəqin ki xanımını çox sevmiş. Onu da deyək ki, hipotenuza Pifagorun öz yoldaşının adı olur. Amma katetləri bilmirəm. O da yəqin arvad tərəfin qohumlarından olub. Bizim mentalitə uzaq bir şeydir. Onlara yəqin normal bir şey olubdur. Necə ki Mercedes qızının adını veribdi maşına. Allah xeyir. Yəni belə savadlı insanlar var, düzdür. İndi hər yerdə var. Amma barmaq sayıdır. Gəlib yəni rayon yerində heç təsərrüfatla məşğul. Allah işlərini avan diləsin hər kəsin. İzlədiyiniz üçün təşəkkür edirəm. Videonu bəyənin. Fikirlərinizdə yazarsınız inşallah. Daha asan yolu varmı?